Nusaybə bint Kab radiyallahu anhə ibrətamiz sahabə bir qadın. Onun həyatı iman, şücaət, fədakarlıq və sədaqətlə doludur. Xüsusilə də bizlər üçün qadınların İslamda necə böyük yerləri olduğuna canlı sübutdur. Nusaybə radiyallahu anhə İslamı Mədinədə ilk qəbul edən qadınlardan biri idi. O, Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə ikinci Əqəbə beyyətində iştirak edən iki qadından biri idi. Bu beyyətdə Peyğəmbərə beyyət edənlər arasında yer alaraq İslamın qorunmasına və yayılmasına and içdi. Uhud döyüşündə şücaəti. Uhud döyüşü müsəlmanlar üçün çətin bir imtahan idi. Döyüşün əvvəlində müsəlmanlar üstünlük qazansalar da, sonradan oxçuların mövqeylərini tərk etməsi ilə müşriklər üstünlük əldə etdilər və Peyğəmbər sallallahu aleyhi və səlləmi mühasirəyə aldılar. Bu an Nusaybə radiyallahu anhə əlində qılınc və qalxanla döyüşə atıldı. Hər iki oğlu da onunla bərabər idi. O, Rəsulullah sallallahu aleyhi və səlləmi bədəni ilə qoruyurdu. Bir müşrikin Peyğəmbərə hücum etdiyini gördükdə dərhal onun qarşısını kəsir və zərbə ilə onu geri oturdurdu. Peyğəmbər sallallahu aleyhi və səlləm onun bu fədakarlığını belə tərifləyirdi. Uhud günü sağa baxdım, sola baxdım, hər yerdə Nusaybə mənim qarşımda döyüşürdü. Döyüşdən sonra bədənində 13 yara olduğu deyilir. Qolundakı bir yara o qədər dərin idi ki, uzun müddət sağalmadı. Bu yaralara baxmayaraq o heç şikayət etmədi. Əksinə Peyğəmbər sağdırsa hər şey fədadır dedi. Nusaybənin oğullarından biri Həbib bin Zeyd, yalançı Peyğəmbər Müseyləmə Əl-Kəzzabın yanına elçi olaraq göndərildi. Həbib orada İslamdan dönmədiyi üçün parça-parça edilərək şəhid edildi. Nusaybə bunu eşidəndə ağlamadı. Yalnız bu sözləri dedi: "Qurban olduğum Allah, Həbib İslam yolunda canını verdi. Sən şahidsən ki, mən razıyam." Yamamə döyüşü və Nusaybənin qisası. Oğlunun qisasını almaq üçün Yamamə döyüşündə iştirak etdi. Artıq yaşlı və yaralı olsa da qılınc götürüb döyüşə qatıldı. Bu döyüşdə bir qolunu itirdi, lakin onun ruhu əyilmədi. İbrət olaraq Nusaybə bint Kab radiyallahu anhə bizlərə göstərdi ki, iman yalnız dildə deyil, əməllə sübut olunur. O sadəcə bir ana, bir qadın deyildi. O, İslamın qorunması üçün həyatını ortaya qoyan qadınlardan idi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onun haqqında demişdir: "Allah ailənə və nəslinə xeyir versin. Sənin mövqeyin bugün də hər bir kişidən üstündür."